Bəzən soruşurlar, ibadət nə üçün lazımdır? Ümumiyyətlə, ibadət nə üçündür? Biz ibadətin Allahla bəndə arasında olduğunu qəbul edirik. İbadət bəndəni Allaha bağlayan rabitədir. Bu mənəvi rabitədir. Bu rabitəyə insanoğlunun bədəni, insanoğlunun intellekti, yəni zəkası ehtiyac hiss eləmir. Bu rabitəyə insanın ruhu ehtiyac hiss eləyir. Bu rabitəyə daha çox insanın könlü möhtacdır, mənəviyyatı möhtacdır. Çünki bu rabitə insanın ruhunu, başlanğıcını götürdüyü varlıqla əlaqələndirir, Allahla. İnsanda Allaha aid bir parça var. O ruhdur. Çünki insanı Allah yaradarkən onun bu qədər ecazkar, füsunkar canlıya çevrilməsi üçün öz ruhundan ona üfürmüşdür. İnsanı bu qədər məchul, bu qədər ecazkar, bu qədər füsunkar varlığa çevirən onun ruhudur. Ruh yoxdursa insan bir heçdir. Siz dünyadan köçmüş insana baxın. Dünənə qədər nə qədər ki canlıydı, ona toxunurdunuz. Onu oxşayırdınız, onu qoxulayırdınız. O sizin üçün isti idi. O sizin üçün məhrəm idi. O sizin üçün yaxın idi. Amma bugün ruh onu tərk etdiyində arzu edilməz, toxunmasına belə ehtiyat etdiyimiz birisinə çevrilmişdir. Onu bizə sevdirən canlılığı, ruhu onu tərk etmişdir. Bax, bu ruhun ibadətə ehtiyacı vardır. Ruh Allahla əlaqə yaratmadıqca özünün o istiliyini, özünün o cazibədarlığını itirir. Ruh getdikcə sönükləşir. Ruh getdikcə maddiyyat qoxuyan bir şeyə çevrilir. Və bu təhlükəli ruha çevrilir. Amma Allahla əlaqə yaratdığında ruh canlılığını, istiliyini qoruyub saxlayır. Çünki Allahdan gəlmişdir. İbadət bunun üçün lazımdır. İbadət etməklə biz Allahla əlaqə yaradırıq. İbadət etməklə biz ruhumuzu qidalandırırıq. İbadət etməklə biz anatomik, bioloji varlıq müstəvisindən mənəvi varlıq müstəvisinə keçid edirik. İbadət bunun üçün lazımdır. İbadət bizə biz olduğumuzu xatırladan rabitənin adıdır. İnsan yaradıcısını unudarsa, özünü yaradıcı sayır. İnsan özünü yaradıcı saydıqda, özünü hər şeyin sahibi sanmağa başlayır. Düşünür ki, hər şeyi etməyə qadirdir. Hər şeyi etmək onun üçün icazəlidir. Ona heç kəs qadağa qoya bilməz. Çünki özünü hər şeyin sahibi sanır. İnsan egosuna tabi olur. İnsan özünü hər şeyi dəyişdirə biləcək, hər şeyi edə biləcək birisi sanmağa başladığında ondakı bu şuur, ondakı bu duyğu daha çox yıxıb dağıtmağa xidmət edir. Qurub bina etməyə xidmət etmir. Bugün bəşəriyyət özünü Tanrı hesab edən insanların əlindən çox əziyyət çəkir. İnsan ibadət etməklə insan olduğunu, bəndə olduğunu bir daha özünü aşlayır. O başa düşür ki, hər şey edə bilməz. O başa düşür ki, iyrəncliklərə yol verə bilməz. O başa düşür ki, o ancaq xeyir işlə məşğul olmalıdır. O başa düşür ki, zülm edə bilməz. O başa düşür ki, qəsb edə bilməz. O başa düşür ki, oğurlaya bilməz.
O başa düşür ki incidə bilməz. O başa düşür ki köməksiz qoya bilməz. O başa düşür ki məhv edə bilməz. Çünki Rəbb bunu ondan istəmir. Rəbb ondan ruhuna layiq davranmaq istəyir. Özünə layiq davranmaq istəyir. Allah bizdən ancaq yaxşı şeylər istəyir. Buna görə dedik ki, Allah insanı özünün mənəvi obrazında yaratmışdır. İnsan mənəviyyatın carçısı və təmsilçisi olsun deyə ibadət etməlidir. İnsan yaxşı qalmaq üçün ibadət etməlidir. İnsan yaxşı insan olmaq üçün ibadət etməlidir. Bugün yaxşılığın meyarları dəyişir. Yaxşı insan olmağın meyarları dəyişir. Bugün xeyirli insan olmağın ölçüləri dəyişir. Hər kəsin öz yaxşısı, hər kəsin öz pisi vardır. Biz elə etməliyik ki, Allahın istədiyi kimi yaxşı olaq. Allahın pis dediyi şeylərdən uzaq duraq. Məhz ibadət bizə bu cür qalmaqda kömək edir. Allah'a əmanət olun.